Salam Response kanalının değerli izleyicileri, hoş gördük sizlerin hamınızı. Yeni video ile karşınızdayım. Response kanalında yeni bir şeyler elemeye çalışacağım. Yeni bir oyun oynuyoruz. Ya, yeni oyun oynamıyorum. Market açıram. Daha artık o geçtiğimiz kimi şüşələri ilk önceden temizlemeye başlayıram. Bunların hamısı gün içində təkrar olunur. Ona görə indidən hamısını eləyirəm. Elektrikləri yandırıram. Işıqları açıram və digər sifarişlərimizi verməyə başlayıram. Marketdə olan hər şeydən sifariş verirəm. Bizim əzizlərimiz, doğmalarımız, ambardarlarımız yerləşdirməyinə baxsın, onlara qəşəng bir büdcəmiz var. Büdcəmiz əladır və keçək biz digər işlərimizin başına. Bizim ambardarlarımız fəaliyyət göstərir. Hardadılar? Görmürəm onları. Hə, işləyirlər. İşləyir mənim qoçlarım. Çalışın. Başa xanım bizim marketə gəlir xanım. Oo. Dəyərli xanım bizim marketə gəlir. Xoş gəlir. Səfa buyurur. Gəlir. Oo, siz də xoş gördük mademoiselle. Buyurun, daxil olun. Buyurun, siz də qardaş, siz də daxil olun. Marketimizdə bax qaynar sveji məhsullar gəlib, hamısı təptəzədir. Buyurun, alın aparın. Nuşu gönül rahatlığından istifadə eləyin. Demək nə edəyək? Ayda, faturalarda çoxalıbdır. Hər gündə fatura artır. 8 pulumuz qaldı. 8 dollar. Böyütmə zaten eləyə bilmirik. 6700 dollar pul istəyir. Lisenziya ala bilərəm. Bir dəqiqə baxım burada nə var. Faiz. Yazıları o qədər patates torbası. Xırda eləmişlər ki, heç birini oxuya bilmirəm. Pulumuz çatmır. Ona kimi pulumuz gələnə kimi biz baxaq. Əlimizdə olan məhsulları dəyərləndirəm. Az olanlardan sifariş verim ki, qıtlıq çəkilməsin marketdə. Bir ədəd də kök ala bilərəm. Hər şeydən bol olsaq daha yaxşıdır. Zeytinyağı, süt, nə varsa, nəyə gücümüz çatırsa hamısından sifariş verək. Evet, polikalı sifariş verim. Əl sabun da ola bilər. Zəhmət olmasa yerləri kirləndirməyin, çox sizdən tələb edirəm. Xahiş də eləyə bilərəm. Yumurta bir ədəd su. Oy zaman nə qədər pul getdi. 1400'ə baxın, 700 pul. Yəni. Bunlar hamısı bizə geri qayıdacaq, ona görə də heç ürəyimi sıxıb narahat olmuram. Zəhmət olmasa diqqətli olun. Bir-birinizə toxunmayın. Düzdür, bu market biraz kiçikdə ərazisi. Ona görə biraz sıxlıq yaşaya bilərik. Amma düzülüş çox əladır, çox möhtəşəm. Görünür, restoran deyəcəkdim. Market çox möhtəşəm görünür. 900 dollar var, xeyli məhsul var, satışımız 1000 dollar göstərir. Məncə daha çox da olacaq. Bir dənə buradan içinin pulunu çıxardım. İçinin bu qab deterjanına, şampununa, təmizləyicisinə mən artıq bir içinin pul deyirəm. Şar. Qal burada. 999. Oğru şərəfsiz. Uf, nə deydi, içim rahatlaşdı. Bilgisayarım niyə donur bilmirəm. Ən son texnologiyanı yerləşdirmişəm.
bilgisayarımın seriyası haqqında oda vlogu çəkməyimi istəyən olsa, xəbər eləyə bilər ki, çəkə bilərəm. Amma oda vlogu istəyənlər, o da yəni bu otağımın hansı nədə oyun oynayıram, sizə maraqlıdır, nə bilim. Kompüterimin monitorunu tutmuş xırda bir detalına kimi istəyən olsa onun haqqında videoda çəkərəm, amma hələ o tezdir. Çünki bunlar yeri yerində və bu məhsulları sifariş verməyin zamanı gəldi, ürünlər. Lisenziya nə qədər çox olsa o qədər yaxşıdır. Sabahı gözləyərik. Tavuk bulamadım. Tavuk var ki bulasan. Siz çox zəif işləyirsiniz, amma belə sürətdən zəhmət. Bu nə idi əlimə gəldi? Gəldi, aparaq yerləşdirək, heç nə olmaz bizə. Gəlməyə məhsullar istəyirlər. Bax, bu çox pis şeydir. Yekunlaşın. Atmayın yerə. Yekunlaşın. Marketimiz var. Hörmətli müştərilərimiz, artıq zaman çatdı. Marketimiz yarım saata bağlanır. Zəhmət olmasa sifarişlərinizi yekunlaşdırın. Görəsən, yox, belə demirdilər. Buna oxşar bir şey deyirlər, amma bu bizim tərzimiz olsun. Buzdolabını hara qoyacağım? Ay Allah. Bura yerləşəcək, bilmirəm. Gün bitdi. Gün bitdi. Yeni sifarişləri verməyin zamanıdır. Web tavuk. Web tavuk. Nədir qardaş? Siz zəhmət olmasa tez buraları təmizləyin. Sən də qardaş tez. Tez buranı yığın. Mən yeni sifarişlər verim. 1500 dollar pulum var. Bu şəbzüllərə kömək eləyim də mən bu əsnada. Pomidor burada var. Bu da pomidorda. Göbələk. Göbələk hardasan? Göbələyi də yerləşdirdim. Əlimə keçən nə qutu varsa hamısını yerləşdirəcəm. Sarı paket. Hello. Baş biraz tez. Limon. Okey. O birisi qaqaş hara getdi? Cəsədə biraz pul. Kolanı da yerləşdirin. Artıq qalanı rəf atıram. Bunu kim ayaq altda qoyub? Şəbzül. Kivi geldi. Kivi var burada. Onu da koyak böyle. Biraz sürat. Biraz tempo. Sarımsak.
Doldu da bu orada. Duruyor. Doldurmuşlar. Sarımsağı yerleştirmişim. Her şey doldu. Düzenleyirəm sən. Pendir. Pendir de doldu. Limon da doldu. Ne geldi atıram geçsin. Sarımsak. Avokado. Sarımsak burada da var. Sonra ne geldi? Pizza. Pizzacı görünmüyor. Karışık pizza. Dostlar, oyunumuz axır. Oyunumuza bir daha hoş geldiniz. Biraz oynadım. 33 level oldum. Çox yaxşıdır. Burada mən bu marketdəki bu insanların əlindən azıb qalmışam. Bir daha uğra gəlmişdi. Onu döydüm, qovdum. Tavuk az qalmış. Tavukda 500 neçə dollar. Bir də SP gəlir bundan. SP level atlamağa kömək edir. Hər şey yoğundur, full rejimdə çalışırıq, amma ortada pulu yoxdur. Həqiqətən pulu yoxdur ortada. Nə olsun marketdə oldu. Marketdə oldu, amma marketin xərcləri var. Marketin kommunalları var. Marketin işçi pulları var. 5 işçi işlədirik. 5 dənə işçimiz var. Bunlara əlavə çarçuklar veririk. Oğrular gəlir bizə zərər verir. Qıraqdan baxırsan, bax, gəlin qıraqdan baxaq. Bax, marketdə nə qəşəngdir. Oh be, hər şey yolunda gedir. İşləyir, market yerindədir, qaydasında, amma elə deyil axı. Bu marketin içinə girəndə dəhşət bürür insanı. Axşam olur, baxırsan ki 2000 dollar pulun var, 2000 dollar çox gözəl nəticə görsənir. Amma gəl sabah açsın. İşçilər, kassir gələcək, kassirlər gəlir oradan, ambardar gəlir oradan, dəzgahçı bəy gəlir oradan. Bəs mənim pulum, axıramı tutmuşdum, axıramı pulunu çatdıra bilmədim, qovdum işdən. Işıq gəlir, kirayə gəlir, o gəlir, bu gəlir, inanın heç bir şey qalmır. Demək olar ki, son müştəri qəbul eləmişəm. Məmnun müştəri 54-dür. Bulunmayan məhsul yoxdur, bahalı məhsul yoxdur, zərər görən müştəri yoxdur, az para üstü verdiyimiz olmayıb. Mağaza puanı 389. Çalışan ödəmə 606 dollar, kirayə 380 dollar, fatura 483 dollar, toplam kar -125. -125'deyik. Bugünlük bu qədər. Özünüzə yaxşı baxın. Gələn videoda görüşmək ümidi ilə hələlik. Videonu bəyənib fikirlər, şərhlər, rəylər qeyd etməyi unutmayın. Abunə olsanız çox məmnun olaram. Təşəkkürlər.